Dostlar, bu avtomobil hakkında küçük bir reelsimiz olmuştu. Bu sedanlar arasında bir klasika sayıla bilər. Həmçinin avtomobilin dizaynında önceki modellerin, klasik modellerin o dizayn fəlsəfəsindən də istifadə olunub. Bu avtomobil digər Alman avtomobillerin arasında en kompromisidir. Üstəgəl seçimlər etdiyiniz zaman isə bəlkə də yaxşısıdır. Beləliklə qarşınızda təptəzə Audi A6. Avtomobilin dizaynına baxdıqda bizə bu Audi'dirmi sualı verə bilər. Çünki elə indi ekranınızda gördüyünüz önceki Audi dizaynları klasik, Alman, brutal bir dizayn idi. Amma bu avtomobildə elə şeylər eləyiblər ki, siz deyəcəksiniz ki, haqq qazandıracaqsınız ki, dizaynerlər niyə bunu ediblər? Həm öndə, həm yanda, həm də arxada belə. Öncəliklə onu deyim ki, bu radiator barmaqlığı RS5-dən ilhamlanaraq edilib. Hələ ki RS6 və S6 versiyaları A6'nın daha yuxarı versiyaları mövcud deyil, amma olduğu təqdirdə təbii ki bizim də icmalımızda olsa super olar. Yani bu sadece plastik değil, gövdənin rənginə rənglənmiş bir radiator barmaqlığıdır. Bu isə Audi'nin mən sənə plastik vermirəm, indi premiumdayam, sənə premial bir avtomobil verirəm fəlsəfəsinə daha uyğundur. İkincisi, Audi həlqələrinin belə çox da qabarıq olmaması, amma həlqədən həlqəyə keçiddə o qabarıqlığı hiss edə bilirik. Üçüncü vacib məqamlardan biri bu fənərlərdir. Fənərlər təbii ki, OLED display deməli fənərlər və həmçinin Matrix fənərlərdir. Buradakı dönmə işıqları isə axıcı formada dalğa varidir. Təbii ki, siz avtomobili seçəndə paket olaraq matrisa fənərlərini də seçə bilərsiniz ki, Audi'nin bu məsələdə rəqabətdə çox güclü biri olduğunu görmüş olarıq. Həm avtomobilin arxa stoplarından danışanda da belə olacaq. Hal-hazırda sanki Audi mühəndisləri işıqla oynamağı seçiblər. Və dördüncü əsas məsələ bu hava çəkiciləridir və bu realdır, imitasiya deyil, yəni arxası bağlı deyil. Bu avtomobil A6 ümumiyyətlə hava dirənci 0.23'dür. Bu Audi'nin etdiyi ən yaxşı hava dirənci olan A6'sıdır. Bu həm də avtomobilin yanacaq sərfiyyatına təsir edən amildir. Bunu avtomobilin arxa hissəsində də ediblər. İndi onu mən sizə göstərəcəm. Beləliklə bu imitasiya deyil, buradan hava çəkilir. Həmçinin ön kapotun hissəsində də ki, bu qabarıqlar həm avtomobilin dinamikasına təsir göstərir, həm də hava dirəncini, aerodinamikasını artırır ki, aerodinamik dirənc, təkrar edirəm, 0.23'dür. İndiyənə qədər olan ən aerodinamik A6'nın təqdimatını izləyirsiniz. Keçək təkərlər məsələsinə. Təkərlər bir neçə seçimdən ibarətdir. 18'dən 21'e qədər olan seçimləriniz var ki, onları da seçə bilərsiniz. Audi'nin bu şeyini sevmək lazımdır. Mən Audi'dən daha rahat danışırdım. Çünki köhnə Audi sürən olduğuma görə mənə avtomobil yad deyil. Nələri bilirlər, nələri gedirlər, hansı istiqamətdə irəliləyirlər, ondan da xəbərdarıq. Beləliklə biz təkər seçimi edə bilirik. 18'dən 21'e qədər elə bilirik. Burada 21'lik təkərdir və yeri gəlmişkən çox simli təkərimiz olduğumuz zaman 21'lərdə avtomobil çox yaxşı görsənəcək. Avtomobilin ölçüsü demək olar ki dəyişməyib. Yəni 5 metr yenə də ölçüdə qalıb və bəli, yeni A5 ilə demək olar ki eyni ölçüdədir. Biz öyrəşmişik ki, avtomobil hər dəfə yeniləndikcə bir qədər həcmində böyüyür. Amma burada Almanlar qərar veriblər ki, o uzunluğu artırmayacaqlar və biz A5 ilə A6'nın demək olar ki eyni ölçüdə görmüş olacaq. Amma biz burada bir neçə həll görmüş oluruq. Avtomobilin yan hissəsi artıq bundan əvvəlki A6 kimi kəskin xətlərdən ibarət deyil. Burada tamamilə bir minimalizmə gediblər, konkretliyə gediblər və heç bir xət yoxdur. Bu sözün açığı niyə belə qərar veriblər? Çox güman ki aerodinamikaya görə verilmiş qərardır. Çünki qapının tutacaqlarını da burada gizlədiblər. Qapının bizim variantımızda maraqlı bir xüsusiyyəti var. Biz qapını açanda birinci qapı bir balaca özü açılır.
Sonra onu təzədən yenidən açmış oluruq. Əlavə olaraq istəsəniz bu qapı sovuran məcburuq Azərbaycan dilində danışaq da Azərbaycan dilini qoruyuruq. Yəni prisoska dediyimiz bir şeyi qapı sovuranı sifariş verə bilərsiniz. İstəsəniz ki qapı necə kip bağlanır. Ayda, bu səsi ayrıdır da. Belə də bağlaya bilərsiniz və qapı kip bağlanacaq. Həmçinin bunun belə sakitcə yerinə oturmasını da izləmək olacaq. Qapı ilə bu qapı tutacaqlarını da yeri gəlmişkən Çin istehsalçılarından öncədən qapıda gizlətməyiblər. İndi bilirsiniz də yanvar ayının 1-i 2027-ci ildən sonra Çində heç bir avtomobilin qapı tutacaqları qapı içərisində gizlənə bilməz. Orada faciələr baş verib və bundan sonra 2027-də orada yalnız klassik tutacaqlar olmalıdır ki, açmaq mümkün olsun. Burada isə Audi mühəndisləri qapı tutacaqlarını qapının içində gizlədiblər, amma klassik bildiyimiz mexaniki qapıdır. Qapının bu hissədə A6-da şişənin üzəri təbii ki çərçivə ilə örtülü, amma A6S, A6RS olduğu təqdirdə çox güman ki bu çərçivələr olmayacaq. Növbəti məqam avtomobilin adının, elə ad demişkən bu hissədə qapıda yazılmasıdır. Audi A6 artıq bu barədə bir məlumat vermiş olurlar. Çünki yandan baxanda bu nə maşındır sualı yarana bilər. Bəlkə də ölçülərinə görə və s. Audi A6 yazısını bura keçirdi. Yanacaq çəninin qapağını da belə qəşəng bir formada yerləşdiriblər klassik Audi məsələsində və əgər arxa hissəyə keçiriksə burada bir klassikadan söhbət gedəcək. Arxa hissədən danışdığımız zaman arxa fənərlər bizim diqqətimizi cəlb edəcək. Həm bu hissə, həm monoqaş, həm Audi stop işıqları. Bax bu arxa işıqlar OLED fənərlərlə də təchiz oluna bilər və həmçinin Matrix fənərlərlə ola bilərlər. Bu klassik Audi modellərindən ilhamlanaraq yaradılmış bir dizayndır. Arxaya hərəkət fənərləri və dönmə işıqları bu monoqaşda gizlənib. Həmçinin arxa stoplar isə bax bu hissədə gizlədilib. Yəni ümumi olaraq dizayn fəlsəfəsində bu arxa fənərlərdir. Hansı ki, arxa yaxınlaşma fənəri deyə bilərik və arxa işıq qaytarıcılardır. Biz bu digər bir avtomobil yaxınlaşanda və ya insan yaxınlaşanda bu daha parlaq yanır. Arxa hərəkət fənərlərdir, monoqaşdır, dizayn olaraq qəşəng görsənir və arxa stoplardır bu hissədə yerləşdirib. Audi logosunu yenə də tam qabarıq deyil, biraz qabarıqlıqlarla biraz üzü yuxarı yerləşdiriblər. İkinci məqam, bagaj hissədən bu hissədə artıq qalxır yuxarı və nəticədə o öndən gələn aerodinamikada hava çox ehmalca buradan sürüşür gedir. Və biz yenə də aerodinamik bir avtomobil əldə etdiyimizin şahidi olmuş oluruq. Təbii ki, burada A6 yazısı var. Hələ ki S-Line yoxdur. S-Line olanda artıq S-Line-ı da görmüş olacağıq. S6-da və RS6-da da yazı tamamilə fərqli olmuş olacaq. Daha sonra naxışlı bir arxa bamper var. Burada yenə də kuza rəngində rənglənib, sadəcə qoyulmuş qara plastik deyil və ən əsas məsələlərdən biri arxa səs boğucular. Bunlar imitasiya deyil. Bunlar tam real səs boğuculardır ki, Audi burada sizə dəyər verdiyini göstərir ki, yəni mən belə şeyləri yalandan hardasa gizlətmirəm. Qəşəng maşında, salonu daha qəşəngdir. Hörmətli müəllimlər, işə gedəndə, uşağınızı dərsə aparanda, ailənizlə gəzəndə sizin üçün rahat bir oturacaq. Burada süni dəri ilə təbii dərinin qarışığıdır. Hələ Audi tam süni dəri, işlənmiş süni dəri şeylərinə keçməyib. Burada süni dəri ilə orijinal dərini qarışdırırlar və belə bir jalüzümüz var. Daha sonra əl tutacaqları və altında biz öz paltomuzu və ya gödəkçəmizi asacağımız bir yer. Səs boğucu, qapını bax buradan açırıq. Naxışlı qapıda bir bəzək var. Bu bəzək hardan gəlir onu da sizə deyəcəm. Yenə də klassik Audi GB ön oturacağın arxasında adətən yəni e-tronda da bu var idi. Bunu dəridən eləmək olardı. Yəni bu dəridən olanda əlavə bir premiumluq verərdi. Daha sonra təbii ki uşaq oturacaqları Isofix var və 2 Type-C hava vurucularının arxa salon hava vurucularının kontrol olunması var. Yəni biz burada işə salaraq oyda qəşəng
Düymə deyil, sensordur, amma qəşəng sensordur. Bunu yaxşı eləyirlər. Təbii ki, bir kanalla bura bölünür və nəticədə bizim 2 nəfərin daha rahat getdiyi, bir uşaq da ortada otura bilər, amma uşağın ayaqları da bura dəyə bilər. 2 nəfərin rahat arxada otura biləcəyi bir avtomobildir. Üstə gəl, başımızla dam arasında kifayət qədər məsafə var. Yəni rahat gedə biləcəyimiz bir avtomobildir. İşıqları da bu sensor işıqları da bura qoyublar. Bu sensordur. Yəni əlimizi vuranda yanır, sönür və ya çox belə şam kimi közərir, sonra vurursunuz, hoppa, söndü. Audi deyir ki, salon səsini mən ayrıca izolyasiya etmişəm, əlavə penalar vurmuşam və səs izolyasiyasını yoxlamaq üçün və artıq biz burada olduğumuz zaman görürük ki, sanki səs yazma studiyasındayıq. Yəni səs izolyasiyası var. Audi mühəndisləri deyirlər ki, biz elə bir izolyasiya eləmişik ki, içəri tam səssiz olsun. Mənə görə öhdəsindən gəliblər. Avtomobilə əyləşəndə bizi çox maraqlı bir kokpit gözləyir. 12 düymlük ekran qarşımızda, 14 düymlük ekran qarşımızda, sifarişlə 11 düymlük ekran da bu tərəfdə ola bilər. Bu da sifarişlədir. Yəni komplektasiyadan asılı olaraq. Əslində bu hissəni Çin bazarı üçün düşünmüşdülər. Amerika və ya Kanada, Avropa bazarında yoxlamalar nəticəsində məlum olub ki, ön sərnişin ekranı o qədər də çox istifadə olunmur. Çox güman ki, biz növbəti illərdə artıq Porsche-da da, Audi-də də bu ekran, sərnişin ekranı olan hissənin yığışdırıldığını görmüş olacaq və işıqlı, bəzəkli bir şey olacaq. Yəni bu artıq istəyə bağlı olan bir funksiyonallıqdır. Ön hissədə biz klassik Audi dizaynını görmüş oluruq. Həm atmosfer işıqlarında, həm hava vurucuların vəziyyətində, həm də burada olan hissə bizə bilirik ki, biz Audi'nin sükanı arxasındayıq. Sükan klassik yenə də Audi modellərindən ilhamlanaraq hazırlanıb və belə qabarıqsız Audi logosu var. Üstə gəl, start-stop sağ tərəfdə burada yerləşdirilib, qəza durma işıqları buradadır və fiziki düymələr də saxlanılıb, hansı ki, biz fiziki düymələrlə multimediyanın səsini verə bilərik və ya parking düyməsini vura bilərik və ya rejimləri dəyişə bilərik. İndi işə salsaq, avtomobili işə salandan sonra rejimlər düyməsi artıq burada yanır ki, məsələn, biz kameranı işə salmaq istəyiriksə, 360 dərəcə kamera var və kamera keyfiyyəti pis deyil və 360 dərəcə avtomobil necə qolunur, bax, bu düyməni aktivləşir. Daha sonra sürət qutusudur, hansı ki, onu biz elə D-yə atmağımız bəs düymə vasitəsilə həyata keçirilir. Səs sistemindən danışırıqsa, burada Bang & Olufsen səs sistemi quraşdırılıb, yüksək premium səs sistemidir. Əlavə olaraq qapıda olan bu naxışlar, demişdim axı, mən sizə onu deyəcəm, bu Bentley Continental GT-dən gəlir. Eyni şirkət olduqları, yəni Volkswagen Group olduqları bax buradan bilinir və həmçinin qapıda bir paneldə həm duman işıqlarını, həm yaxın vuran işıqları, güzgülərin bağlanması, oturacaqlar yaddaşını, uşaqlar arxada qapını açmasınlar deyə düymələrin hər biri burada yerləşdirilib. Və onun altında artıq şüşəli pəncərələri açıb bağlamaq üçün düymələr var. Əlavə olaraq güzgü haşiyəsizdir və 2 Type-C qoşulma hissəsi buradadır və soyuducu sistemi olan simsiz şarj etmə yeri də var ki, soyuducu sistemi odur ki, telefonunuz şarj olunan zaman, elektrik yığdığı zaman orada düşməsin. Və bu hissənin bir qədər aşağıda olması vizual olaraq bir genişlik yaratmış olur. Əlavə olaraq bir dənə də burada bir dənə dirsək altı var və bu dirsək altı yerini dəyişə bilər. Yəni bax bu cürdə qoya bilərsiniz. Burada isə heç bir naqil falan yoxdur. Çünki bütün əməliyyatlar, şarj hissəsini bu hissədə həyata keçirəcəksiniz. Oturacaqlar klassik və idman üslublu sifariş edə bilərsiniz və əlavə olaraq biz buranın ən belə fantastik yeniliyi məhz damla bağlıdır. Bu 360 dərəcədir. Damdır, amma bunun bağlamaq istəyiriksə, belə bağlayırıq. Bu ilk bir şeydir. Məncə elə Audi eləyən məhz budur. Deməli, qarşımızda 12 düymlük sürücü panelidir. Bu paneldə ilk olaraq onu deyim ki, taxometri geri qaytarıblar. Klassik taxometrdən başqa rəqəmsal taxometr istifadə olunmurdu. Daha sonra mərkəzi konsola keçirik. Burada isə bizi nə gözləyir? Bir neçə məqam var. Onu mən sizinlə bölüşmək istəyirəm. Bunlardan biri sürücü asistenti sistemidir. Bunu aktiv etdiyimiz zaman deməli nələr var? Yorğunluğun kontrol olunması var. Daha sonra əl ilə istəsiniz bunu aktiv edə bilərsiniz ki, sürət həddini aşdığınız zaman xəbərdarlıqdır. Zolaqda saxlamadır. Həmçinin sonuncu ara məsafəsinin saxlanılması. Yəni bundan öncə hansı avtomobil qarşımızda gedirdisə, onunla olan ara məsafəsi nə idisə, onu biz yaddaşa verə bilərik. Digər avtomobillərlə də onu həmin ara məsafəsini saxlamış olacaq. Digər məsələ avtomobil bölməsinə daxil olduqda
da biz burada təbii ki multimediyanın ekranının daha işıqlı, daha qaranlıq edə bilirik. Ön işıqların dizaynını dəyişmək olur və 7-yə yaxın işıq yanma texnikası var. Sanki bir göz baxır da. Yəni avtomobil bu arada sanki ətraf mühitlə danışıqlara keçir. Daha sonra biz burada təkərin təzyiqini görmüş oluruq və yağ səviyyəsini görmüş oluruq ki, avtomobilimizin mühərrik yağının səviyyəsi nə qədərdir və biz nədən sonra texniki yoxlanışa getməliyik. Daha sonra avtomobildə yağış sensorunu görmüş oluruq və bu nədir? Avtomobilin arxasına yaxınlaşanda, arxadan avtomobil yaxınlaşanda, insan yaxınlaşanda səsin verilməsidir. Əvvəl işıqlar yanır, daha sonra səs verir ki, xəbərdarlıq məqsədi ilə bu təhlükəsizlik bir məsələsidir. Siz avtomobilinizin VIN kodunu həmçinin buradan görmüş olursunuz. Yəni bir avtomobildə mən YouTube-a baxmaq, Spotify falan belə şeylərin hamısını qoyuram kənara da. Sükan arasında niyə YouTube-a baxasan ki? Təbii ki Apple CarPlay, Android Auto hər biri var. Bütün hər bir şeyini burada rahatlıqla yerləşdiriblər və biz əgər sükan arxasında özümüzün məsələn mənə komfortlu olan oturacağı qoyanda bu mənim əlimin altındadır. Yəni ekran ergonomikdir. Düymələr həm düymədir, həm də sensordur. Biz artıq balanslı, dinamik, komfort və effektiv sürüş tərzini seçə bilirik. 4 hərəkət rejimimiz var. Arxa askılar, avtomobilin mühərriki, arxa təkərlər nəyi bacarır, mühərrik nəyi bacarır, bunu isə yolda biləcəyik. Beləliklə, bizim pedalımızın altında hansı mühərrik yatır? Hal-hazırda bizdə olan 2 litrlik benzin mühərrikdir. Almaniyada olan versiyalarından biri 2 litrlik dizel mühərrikidir və hər iki avtomobildə 195 at gücündən söhbət gedir. Yəni burada mühərrik məhz 195 at gücü hasil edə biləcəyi bir 2 litrlik turbo TFSI mühərrikdir. Daha güclü versiyasında artıq Audi mühəndisləri qərar veriblər ki, mühərrikdən asılı olaraq və komplektasiyadan asılı olaraq Quattro olacaq. Belə ki, 2 litrlik mühərriklərdə Quattro yoxdur. 3 litrlik V6 mühərriklərdə burada artıq at gücü hardasa 300-dən bir qədər çox olan mühərriklərdə artıq Quattro rejimindən istifadə olunacaq. Bu təkcə Quattro deyil, həm də Ultra Quattro'dur. Yəni yeniliyi bundan ibarətdir ki, bu Ultra Quattro sistemidir. Bu nədir? Onu da izah edim. Çünki biz askı sistemini seçəndə rejimimizə uyğun olaraq seçə bilirik. Yəni pnevmo seçmək imkanımız var. Bu 3 litrlik mühərrikdə mümkündür. Adi askı sistemi seçə bilirik. Komfort və ya sport. İstəyimizdən asılı olaraq askı sistemini seçməyimiz mümkündür. 3 litrlik Ultra Quattro rejimində arxa təkər saatda 60 kilometrə qədər olan sürətdə ön təkərə nisbətdə ön təkərin əksinə 5% dönmə bucağına malik olur. Bu bizə dar yerlərdə və ya dar şəhər küçələrində, parking zonalarında dönmə bucağını 1 metrə qədər qısaltmaq imkanı verir. Bu özü çox yaxşı bir rəqəmdir və yekunda da gördüyümüz budur ki, bu avtomobil daha uzunluq ölçüsü olaraq dəyişməsə də, o arxa təkərin dönməsi ilə özünün dönmə bucağını qısaltmış olub 1 metrə qədər və effektiv olaraq siz avtomobilin dönmə bucaqlarında effektiv olaraq istifadə edə biləcəksiniz. Amma 2 litrlik turbo TFSI mühərrik bu bizə imkan verir ki, avtomobili sürətləndirək, avtomobili lazım olanda, bizə bu lazımdır. Sən fikir edin necə qəşəng, böyle o İngilizcədə smooth, axıcı sürətləndi. Sürət qutusu birindən o birisinə keçəndə biz onu hiss eləmirik. Bir 10 dəqiqə əlavə eləyim. 48 voltluq hibrid, mild hibrid, yüngül hibrid versiyası da var. Hansı ki o versiya ilə əgər rekuperasiyada 28% enerjinin bərpa olunması mümkündür. 28% çox yaxşı rəqəmdir və bu da bizim yanacaq sərfiyyatımıza çox yaxşı təsir edən amillərdən biridir. Biz indi hansı rejimə gedirik? Balanslı rejimdəyik. Dinamik rejimi götürdük, keçdik komfort rejiminə. İndi hal-hazırda komfort rejimindəyik. Yəni askının yumşaldığını avtomobilin sükanı arxasında olduğu zaman hiss edə biləcəksiniz. Bu avtomobil kimlər üçündür? Son olaraq bu fikirlərimizi deyək. Bu avtomobil kompromis axtaranlar üçündür.
Audi-nin müştərisi olmuş şəxslərdir. Yəni bir zamanlar Audi sürmüş şəxslər. Tutaq ki, mən Audi e-tron sürmüşəm. İndi daha yaxşı keçdik şeyin üzərindən. Məhdudlaşdırıcının üzərindən. Audi müştərisi olmuş və ya Alman avtomobili axtarıram, etibarlı Alman avtomobili axtarıram deyənlərin avtomobilidir. Avtomobil nə çox böyükdür, nə də çox balacadır. Məsələn, A5 və daha aşağı getdiyində maşın daha balacalaşır da. Maşın nə çox balacadır, nə çox böyükdür. Yəni bir kompromisdir. Üstəgəl premiumdur, çox da baha deyil. Audi-ni digərlərinə fərqləndirən budur. Sənə premium verir və kompromis qiymətə verir. Üstəgəl Audi-nin indi mən Drive Select-i dəyişirəm, qoyuram dinamikə. Üstəgəl bir də var ki, Audi Sport, yəni Audi özünün yeri gəlmişkən avto idmanda da göstərib uzun illər. İndi isə Audi Formula 1-dədir. Yəni biz bu ildən Audi-nin Formula 1 komandasında görmüş olacağıq. Bilmək olmaz, bir də görürüz Audi ilə bərabər Formula 1 yarışlardan birinə getmiş olduq. Mənim avtomobil çox xoşuma gəldi, sükan çox xoşuma gəldi. İdarə etmə rahatlığı. İndi bəlkə mən Audi müştərisi olmuşam ona görə. Amma sizə də tövsiyə edirəm. Əgər bir kompromisli bir avtomobil axtarırsınızsa ki, mənə yaxşı bir avtomobil verin, yaxşı qiymətə, premial, təzə, güclü, dinamik, rahat. Məncə Audi A6 sizin ən yaxşı seçimlərinizdən biri ola bilər. Sizin də Audi A6 haqqında fikirləriniz mənə çox maraqlıdır. Fikirlərinizi bölüşün, suallarınızı yazın və bu avtomobili mütləq Audi Bakı mərkəzində tanış olub, pulunuz varsa alın. Görüşərik, qismət olsa.